Neçə gündür deyirəm, nə tərdiyim ki, qəlb qırmayım, nə tərdiyim ki, qəlb qırmayım. Bir tər yolunu tapacağım gözdə. Fikirləşmişəm. Əziz, hörmətli müğənnilər, bəzi müğənnilər. Sizdən balaca, bu boyda bir xahişim var. Belə də ki, mənim xahişimi talondur, yerinə yetirməyə bilərsiniz, özünüz bilərsiniz. Demək, bu toylara gedirsiniz, ha? Tutaq ki, dostumuzun toyudur. Filan müğənninin oğlunun toyudur. Filan müğənninin balasının sünnətidir. Bu müğənnilərin məclisinə gedəndə özünüzlə prodüser aparmağı, prodüser də deməyim, prodüser böyük vəzifədir. Köməkçi aparmağı məcbur bilməyin. Əgər sizə həmin gecə paltar dəyişməyəcəksə, ayaq yoluna sizlə gedib gəlməyəcəksə, nə bilim, dəqiqədə bir kosmetika verməyəcəksə sizə, aparmayın. Yox, axranadırsa bu, sürücüdürsə bu, aparmışsınızsa, sizinlə eyni masada otuzdurmayın. Nə o uşaqların günahı yoxdur. Gəlib onları kimsə danlıyor ki, sən dur burada ki, mənim əziz qonağım var. Nə də ki, toy sahibinin günahı yoxdur. Bu insan pul verir. Yerin biri 250 manatdan, 200 manatdan başlayır. İndi o devran deyil. 30-40 manatlıq stollar yoxdur daha. Siz götürüb özünüzlə prodüserlərinizi, köməkçilərinizi aparıb otuzdurursunuz stolda. O adam o stola sizin o köməkçinizi düşünməyib. O da özünə görə bir insandır. Onu gəlib aşağılayırlar, durğuzurlar, incidirlər. Əgər bu işçinin qarnına çörək ala bilmirsinizsə, şapalaqla üz qızartmayın. Yox, əgər bu məclisdə bu köməkçi sizə xidmət edirsə doğrudan da, nə qayırır? Nə bilim, mənə təsadüfi kadrlar götür. Yemək yeyəndə, çay içəndə, askıranda, şıllaq atanda, dombalaq aşanda, bunların hamısı sizə lazımdır axı. Bir toya deməli nə qədər adam gedir? Məsələn 500 adam gedir. Onun 100-ü müğənnidirsə, söhbət show biznesinə gedir. Bu 100-ün hamısı köməkçi aparsa, bu yazıq ev yəsinin evini yıxırsınız ki. Bu belə olmamalıdır. Bu qədər faşist olmayaq. Hamı bir-birini anlasın. İlla ki köməkçisi yanınızda olmalıdırsa və o stolda oturmalıdırsa, bunu əvvəldən toy sahibinə bildirin. Deyin ki, ay ev sahibi, mən 2 nəfərəm və o 2 nəfərin də stolunun pulunu salacağım. Axırda o konvert açılanda, quşdan səslənmir. Axırda o konvert açılanda sən təsəvvür elə ki, onlar sizə söylər. Allah haqqı söylər. Ziyan vurmuşsunuz çünki adama. Sən sahib çağırıb da, o adamı sahib çağırmıyor. Bəlkə iş onu istəməyib də o olsun. Hər kimdirsə. Yəni, xülasə bir-birimizə hörmətlə yanaşaq. Həmişəki kimi mən idmanda ideyalar istehsal edirəm. Salamat qalın.